Qarabağ ocağında bugün dovğa hazırladıq. Həyətimizdə əkdiyimiz göyərtilər artıq böyüyüb. Düşündüm ki, dovğanın tam vaxtıdır. Dovğanın içinə əlavə olaraq unuca və sarımsaq qatdım. Unucanı bütün Qarabağlılar istifadə edir, amma sarımsağı hər kəs istifadə etmir. Sarımsaq dovğaya çox fərqli bir dad qatır. Sarımsaqlı və ya unucalı dovğa yemisiniz? Göyərtilərimizi yığdıq. Bu torpağa nə əksək, toxumunun sayısına görə çıxır. Ancaq bir problemimiz var ki, ilbiz şitilləri də şirin göyərtilərdə yeyir. Bunun üçün nə məsləhət görərsiniz? Mütləq şərhlərdə qeyd edin. Qazanımız his olmasın deyə külla duzu qarışdırıb mis qazanı sıvadım. İnanıram ki, mis qazanda daha da dadlı çıxacaq. Ləvazimatları əlavə elədim. Bir çox insan göyərtini qaynadığı zaman əlavə edir, ancaq mən elə qoymamışdan əlavə edirəm. Yurdumuzda ocağımızı qaladıq və dovğanı qoyduq üzərinə. 2 dəfə idi ocaq üzərində dovğa bişirirdim. Dovğa biraz həssas olduğu üçün biraz çətinlik çəkdim. Buna baxmayaraq dadı möhtəşəm oldu. Qarabağın məhsullarından Qarabağın ocağında bişən yemək təbii ki, möhtəşəm olmalıdır. Mənfur düşmənlərimiz videolarımızı görüb səhifəmizi spam edir. Sizdən xahişim şərh yazıb videomuzu bəyənməyi unutmayın.